Hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərimiz, hal-hazırda Ağcabədi rayonunun Boyat kəndində 20 yanvar şəhidlərinin adlarına əbədiləşmiş bir abidənin qapısının girişindəyik. Bu günləri 20 yanvar şəhidlərinin il dönümüdür. 20 yanvar 2026-cı il. Şəhid Abbasov sahibin yoldaşı, Gülbəniz bacıdır. Şəhid Məkan Qəhrəmanovun atası Mübariz Qəhrəmanovdur. Və Əhliyyət əmi. Allah sıvar eləsin. Gedək. Orada hal-hazırda mən gəldim ki, abidənin qarın təmizləyirlər. Şəhid Ağayev Yalçın Rafiq oğlunun qardaşı Anar Ağayevdir. O bir qardaşla yaxınlaşaq, tanıyaq ki, Allah köməkləri olsun. Abidənin qarın təmizləyirlər əlləri ilə. Sabahınız xeyir olsun. Qardaşımız özünü təqdim eləsin. Anar mən. Əhmədov Ceyhun Malikoğlu. Allah. Bütün şəhidlər hamısı bizim qardaşımız. Allah hamısına rəhmət etsin. Allah köməyiniz olsun. Və 20 yanvar şəhidlərinin abidəsinin elə sağ tərəfində də bizim həm bu kəndin 1-ci Qarabağ müharibəsində olan şəhidlərinin, həm də 44 günlük Vətən müharibəsinin şəhidlərinin bir neçəsinin burada şəkilləri əks olunubdur. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Və onu da qeyd edeyim ki, bu abidəni öz maşınını, evin mebelini satıb tikən Həmzəyev Sabir Hüsü oğlu, eləmi? Bəli, Hüsü oğlu. Allah Sabir əmi, sənin ruhunu şad eləsin ki, bax bu abidəni zamanında, vaxtında, özdə indiki avadanlıqlar olmayan bir dövrdə bu şəkilləri tapıb topalamaq çox çətin bir işdir. İndi oturursan dünyanın o başında, istədiyin vaxt bir zəng, mesaj atırsan ki, mənə bəli, şəkilləri göndərin, amma indi o vaxtda amma belə bir şeylər yox idi, telefon yox idi, müasir avadanlıqlar yox idi, texnologiya bir o qədər inkişaf eləməmişdi. O dövrdə bir belə bu şəhidlərin şəkillərini tapıb topalamaq ödü bir yiğitlikdir. Allah ruhun şad eləsin bütün şəhidlərimizin. Amin. Allah İndi sana rəhmət eləsin. Bu 20 yanvar şəhidləri doğrudan da qəhrəman şəhidlərdir. Niyə? Orada qızlar, gəlinlər, uşaqlar, qocalar, cavanlar olub, əli yalın. Əllərində heç bir silah olmayıb. Ağır texnika olan tanklarla onların üstünə gedib hamısını şəhid eləyiblər. Hətta bizim alimlərimiz işdən çıxıb, öz maşınları ilə evə gedərkən tankın altında onları əziblər. Bu qədər vəhşilik mi olar? Allah hamısına rəhmət eləsin, Allah o dünyalarını versin, yerləri cənnət, ruhları şad olsun. Allah prezidentimiz İlham Əliyevə dəyməsin. Ordumuza, zabit və əskərlərimizə dəyməsin. Allah arxasında dursun. Aleyküm salam. Aleyküm salam. Sağ olun siz də. Sağ ol, var ol. Bugünkü gündə o isti evlərinizdən çıxıb gəlib burada çəkiliş aparırsınız. Əziyyət çəkirsiniz. Çox sağ olun. Borcumuzdur. Allah dəyməsin sizlərə. 20 yanvar şəhidləri Azərbaycanın tarixinə qanlı, bəli. onunla bərabər həm də şanlı bir Hə. yazı yazdılar, tarix yazdılar. Və əlyalın, siz dediyiniz kimi, sizin sözünüzə qüvvət, tankın üstünə əlyalın getdilər. Dünyada görünməmiş, misli görünməmiş bir faciə idi bu. Sovet imperiyasının Azərbaycan xalqına törətdiyi bir faciə idi ki, bu misli görünməyən bir faciə idi ki, hətta o yaralıları daşımağa gələn təcili yardım maşınlarını belə gülləbaran etdilər, həkimlərimizi gülləbaran etdilər. Allah köməyiniz olsun. İndi hal-hazırda elə Boyat kənd məktəbin direktoru və müəllim heyəti indi gələcəklər. Bəli. Allah hamısından razı olsun. Hava şəraitini nəzərə alıb, həm də dünənləri məktəbdə tədbir keçirilirdi bütün məktəblərdə. Körpə uşaqları hava şəraitini nəzərə aldıq. Yollar da pis gündə buz bağlayır. Bizim bu yoldakı çox bərbad bir vəziyyətdədir. Hindar, Şərəfxanlı, Boyat, Ağdam yolu ki, 3 ildən çoxdur ki, bax bu yolu qazıbdılar.
ki, düzəltmək adı ilə, amma elə də qoyub getdilər. Yalandan hər gün məlumat verirlər ki, güya yolu təmizləyirlər, güya yolu düzəldirlər, texnika düzəldir, su səpirlər yayalarında, amma onların hər birisi əsassızdır. Ancaq büdcədən pul çıxarmaq, belə deyək də, yalandan dövlətimizi, prezidentimizi məlumat verirlər. Yoxsa bu yollarımız elə normal bir vəziyyətdə olsaydı, yəni bu soyuq hava şəraitinə baxmayaraq o uşaqlar gəlib burada iştirak edə bilərdilər. Yarım saatdır yoldayıq, 40 dəqiqədir yoldayıq. İnanın ki 6 kilometr, 7 kilometr yolu gəlib çıxa bilmirdik bura. Allah sizi var eləsin. Boyat kənd şəhid Hikmət Əliyev adına tam orta məktəbin direktoru Məlikə müəllimə sizlərə çox sağ ol deyir ki, müəllim kollektivi ilə və havanın belə bir kəskin bir vəziyyətdə olmasına baxmayaraq hələ şagirdlərdən də burada iştirak edirsiniz. Allah sizi var eləsin, Allah köməyiniz olsun, Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbir versin. Təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz, insanlar bizim, biz, uşaqlarımız hamısı rahat gedir, gözəl yerləri gəzir, gəlir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhidlərə rəhmət eləsin. Allah o dünyaların versin. Yerləri cənnət, məkanları həmişə uca olsun. Bizim fəxrimizdirlər. Həmişə fəxr eləyirik yollarla. Amin inşallah. Çox sağ olun uşaqlar. Allah şəhidlərimizə rəhmət eləsin. 1990-cı il 19-cundan 20-sinə keçən gecə Azərbaycan Respublikasının Bakı şəhərinə, paytaxtı Bakı şəhərinə Rusiyanın 776-cı motorçu alayı soxularaq din sakinləri qanlarını qaltan etdilər. Belə bir soyuqlu şaxtalı gecədə din sakinlər suverenliyimizi, azadlığımızı öz qanları ilə, canları ilə qoruyub saxladılar. İcazə versəniz, mən iki qüdrət şeirindən bunu tanımaq istəyərdim. Qanlı yanvar gecəsi, şaqqıldadı güllələr, yeri, göy yalayıb, uğuldadı mərmilər. Hər tərəfdə gəzirdi xallala gürzələr, bir-birinə boylanıb dil çaldı vəhşilər. Tank sepləri altında qalırdılar körpələr, yol boyunca küçələr olmuşdu qan görmələr. Qərənfil yağışından görünmürdü meyitlər, için-için ağlayıb laylay sarı Xəzər. Sahilə tələsirdi qan qoxu ləpələr, fit verdi dənizdə dayanmadan gəmilər, bir qəflət yuxusundan sanki ayıldı bəşər. Unudarmı o günü, keçsə də 100 min illər, bu tarixi zavallı, keçmişə bağlı millət. Allah şəhidlərimizə rəhmət eləsin. Amin inşallah, amin inşallah. Şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah rəhmət eləsin. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Allah bu həm məktəb kollektivinə, həm bu kənd cəmaatına, bunlara mən öz təşəkkürümü bildirən bir şəhid atası olaraq çox sağ olsunlar ki, hava şəraitinə baxmayaraq bu cür havanın bu cür vəziyyətində yenə də şəhidlərin, qəhrəmanların unutmayıb, gəlib ziyarət edirlər. Onun üçün hər birinə təşəkkür edirəm. Allah bir daha bu zəfəri əbədi olaraq bizim xalqımıza, bizim dövlətimizə, millətimizə göstərsin. Əbədi olaraq bu zəfəri yaşayaq. Allah heç vaxt bir daha müharibə olmasın. Amin inşallah. Əlbəttə biz xalqımızla, dövlətimizlə, elə də torpağımızla fəxr edirik. Qürur duyuruq ki, Azərbaycanlıyıq və Azərbaycan xalqının içində vətənində. Təşəkkür edirik. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Amin inşallah. Allah Sabir əmiyə rəhmət eləsin. Bu şəhidlər xiyabanın öz maşınını sataraq tikib qoyub hər il
biz gəlib şəhidlərimizi anırıq. Çox sağ ol ki, elə mən girişdə bunu qeyd eləmişdim. Sağ ol ki, Nurlan müəllim, siz də bu çıxışı etdiniz. Allah köməyiniz olsun. Allah hamınızdan razı olsun. Çox sağ olun, var olun deyirik ki, və elə unutmursunuz onu. Həmzəyev Sabir Hüsü oğlu. Bu da nəvəsidir. Bax, bu gözəl bala da onun nəvəsidir. Bax, Allah Sabir əminin ruhun şad eləsin. Bir daha çəkilişə baxanda indi öncə çıxışımı görəcəksiniz. Hə, ki, bax, belə bir Balon nəvələridir. dövrdə o demişəm, qeyd eləmişəm, Çətin bir texnologiyanın dövrdə, olmayan bir Bəli, vaxt inkişaf etmədiyi bir dövrdə bu şəkilləri bir-bir tapıb topalamaq və Çox çətin. Allah rəhmət eləsin, Allah ruhunu şad eləsin. Amin. Təşəkkür edirik. Bütün şəhidlərimizin ruhunu Allah şad eləsin. Boyat kəndinin icra nümayəndəsi Gülnarə müəllimə çox sağ olun, var olun, təşəkkür edirik. Buyurun, gəlin siz də ziyarət eləyin. Bu qarlı havada sağ olun ki, siz də gəlib və bələdiyyə sədri. Çox sağ olun. Təşəkkür edirik. Allah sizləri var eləsin ki, sadəcə hava şəraitinə görə bilirsiniz. Hə, Allah onun üçün də gəlin toplaşın. Gəl. Allah razı olsun, Allah köməyiniz olsun. Allah köməyiniz olsun. Çıxışımı bir şeirimlə yekunlaşdırmaq istəyirəm. Azadlıq yolunda candan keçdilər. Qanlı yanvar günü şəhidlərimiz. Şəhadət şərbətin sevib içdilər. Qanlı yanvar günü şəhidlərimiz. Əliyalın tankın üstə qaçdılar. Qanları ilə yurduma zəfər saçdılar. Cənnətə getməyə cığır açdılar. Qanlı yanvar günü şəhidlərimiz. Şəhidlik məqamın sizdən öyrəndik. Vətənin uğrunda şəhidlər verdik. Bu qan yerdə qalmaz, sizə söz verdik. Qanlı yanvar günü şəhidlərimiz. Çox şükür qanınız yerdə qalmadı. Vətənim yad əldə əsir olmadı. Aylar, illər keçdi, unudulmadı. Qanlı yanvar günü şəhidlərimiz. Allah bütün şəhidlərimizə şad eləsin və yekunda şəhid əsasının istəyi ilə bir xatirə şəkli çəkdirəyin. Allah bütün şəhidlərimizə ruhunu şad eləsin. Bir daha sizə biraz öncə qeyd etdik ki, bu 20 yanvar şəhidlərin abidəsini, maşınını, evinin mebelini satıb inşa etdirən rəhmətli Həmzəyev Sabir Hüsü oğlu haqqında biz məlumat verdik və onun qardaşı hər zamanki il olduğu kimi yenə də bu günlərdə gəlir. Səhhətində problem olmasına baxmayaraq bu qarlı havada gəldi ki, burada şəhidlərimizi ziyarət eləsin. Mirzə dayı, Allah can sağlığı versin sizə də. Allah Sabir əmində ruhunu şad eləsin. Borcumuzdur. Borcumuzdur. Allah şad eləsin. Allah rəhmət eləsin Sabir Mirzəyevə. Bunu elədi. Həmzəyev, Sabir Həmzəyevə. Bunu elədi. Bu cürə abidəni yaratdı. Sonra da hər 20 yanvarda orada mağar qururdu. Kəndinin cəmaət hamısı şahiddir. Ehsan verirdi. Özü ehsan verirdi. Öz hesabına. Allah onun da yerin cənnət eləsin, ruhu şad olsun. Allah rəhmət eləsin. Və mən istəyərdim ki, bax bu 20 yanvar elə abidəsinin sağ tərəfində ki, bu şəhid qəhrəmanlarımızın şəkilləri vurulubdur. İri planda işğalanıraq 1-ci Qarabağ müharibəsinin şəhidləri Talıbov Əli Hüseynoğlu, Ağayev Yalçın Rafiq oğlu, bu kəndin, bu elin, bu obanın övladıdır Ağayev Yalçın, Rüstəmov Elşan Fəqan oğlu elə bu kətdəndir. Abbasov Sahib, bax çıxış eləyən bacımızın həyat yoldaşıdır, bu kətdəndir. Əliyev Hikmət, hal-hazırda məktəb onun adındaşı bu kətdəndir. Allah hamısının ruhunu şad eləsin. Kərimov Fəzail bu kətdəndir. Qəribov Zaur rayondandır. Sadıqov Ramin yenə elə bu kəndimizin, Qaraxanlı kənd bir sovetliyin ilə övladıdır. Allah ruhlarını şad eləsin. 2016-nın qəhrəman şəhidi Qarayev Dilsuz Quliyev Nurlan Şüküroğlu 44 günlük Vətən müharibəsinin şəhidləridir. Bunlar da Mikailli Samir Sabiroğlu, Allahverdiyev Rövşən Fərrixoğlu, Məmmədov Cəmaləddin Türbəndəoğlu, İskəndərov Fərid Dilafətoğlu, Salmanov Taryel Həkim Allahverdi oğlu, Tapdıqov Azad Azəroğlu, Qəhrəmanov Məkan Mübariz oğlu,
Məmmədov Ceyhun Qafaroğlu, Süleymanov Həsən İsmailoğlu, Hüseynov Mirəli Arifoğlu, Abışov Əmrah Səyyaboğlu, Məmmədov Məhəmməd Abbasoğlu, Şükürov Vüsal Zahiroğlu, Rəhimli Ömər Rəşadoğlu. Təəssüflər olsun ki, bu igidlərimizin, qəhrəmanlarımızın adları bizdə olmadığı üçün bu qəhrəmanlarımızın adlarını çəkə bilmirik. Allah hər birisinin ruhunu şad eləsin. Allah sizlərdən də razı olsun ki, bu soyuq havada, qarlı havada gəldiniz. Hər biriniz burada iştirak elədiniz. Sizlərə də təşəkkürümüzü bildiririk. Çox sağ olun, var olun deyirik. Allah bütün şəhidlərimizin ruhun şad eləsin. Amin inşallah. Amin inşallah. Bayrağımız hər bir zaman dalğalarda zirvələnsin. Ucanıb göylərə bir daha enməz, şanlı istiqlalım məşəli sönməz. Sənə məhəbbətim bitməz, tükənməz. Üç rəhli bayrağım, şöhrətim, şanım. Mən sənə qurbanam, Azərbaycanım. Mavi ulu Türk'ün Polat qoludur. Qırmızı millətin çağdaş yoludur. Yaşılın İslamın haqqın yoludur. Üç rəhli bayrağım, şöhrətim, şanım. Mən sənə qurbanam, Azərbaycanım. Şöhrətəm, canımsan damarda qanım. Hazıram uğrunda odlara yanım. Fədadır yolunda həyatım, canım. Üç rəhli bayrağım, şöhrətim, şanım. Mən sənə qurbanam, Azərbaycanım. Yaşasın müstəqil Azərbaycanım.